Cruise.azın dəyərli dostları, müştərilər, Royal Caribbean gəmicilərindən Voyager of the Seas gəmisindəyik. Hal-hazırda 13-cü mərtəbədəyik. Bəlkə belə bir məlumatı hərdən eşidirsiniz ki, gəmilərdə 13-cü mərtəbə nəsə rəqəm olduğuna görə yoxdur, amma bəzilərində var. Bəlkə bu daha sonraki istehsallarda ola bilər, olmasın, amma faktiki olaraq bəzi gəmilərdə bu var. İstənilən gəmidə Voyager of the Seas gəmisidir bu. İstənilən gəmidə mərtəbələrdə, liftlərdən çıxışlarda deməli, belə bir məlumatlandırıcı pano var. Hansı ki, gəldiyinizdə hal-hazırda harda olduğunuzu və buradan üzbəüz dayananda hansı istiqamətdə, hansı fəaliyyətlərin olduğunu rahat görürsünüz. Yəni, gəmilər bu barədə liftdən çıxar-çıxmaz sizə ümumi məlumatı rahat bir şəkildə verir ki, rahat hərəkət edə biləsiniz, nəyin harda olduğunu rahat tapasınız. Bu nə deməkdir? 13-cü mərtəbədəyik hal-hazırda və deməli, bizdən sağda sport kortlarıdır, Voyager'dır, Perfect Storm'dur, Flowrider'dır və bir çox əyləncə məkanları, hansı ki, əvvəlki videoda mən sizə bunu çəkib göstərmişdim. Bu, gəminin arxa tərəfində, aft dediyi tərəfdədir və bu şəkildə bütün mərtəbələr üzrə olduğunuz yerdən sağ tərəfdə, yəni gəminin sonuna doğru nələr var burada? Bir də gəminin sol tərəfinə, indiki durduğumuz nöqtəyə görə. Sol tərəf, yəni burun hissəsinə, forwarda tərəf, burada nələr var və neçənci mərtəbədədir? Bu məlumatı da, bu məlumatlandırıcı panodan rahat bir şəkildə əldə edə bilirsiniz. Çünki bəzən gəmilərin böyük olmağı insanları görəsən rahat hərəkət edə bilərəmmi, nəyin harda olduğunu necə tapacam kimi suallar yaradır. Ona görə də bu suallar yaranmasın və rahat dincələsiniz deyə belə məlumatlandırıcı panolar burada yer alır. Bax belə.